Peşəkar Futbol Liqası 21-ci turun təqvimini açıqlayıb və Neftçi Qarabağ oyununun fevralın 21-də saat 19:00-da Palm Sports Arenada keçiriləcəyi bəlli olub. Qarabağın 18 və 24 fevralda Newcastle oyunlarının olması qarşılaşmanın təxirə salınması mövzusunu gündəmə gətirib. Baş məşqçi Qurban Qurbanov da bu ehtimalı təsdiqləyib. Neftçinin azarkeş qrupu Forza Neftçi yaydığı bəyanatda oyunun keçirilməsini tələb edib. Azarkeşlər bildiriblər ki, Qarabağ adına sığınaraq xüsusi güzəşt istəmək düzgün deyil. Onların sözlərinə görə bu adı qoruyan və yaşadan insanlar var. İstər torpağın altında, istər üstündə və onlar hər kəsin qürurudur. Adın arxasında gizlənərək şəxsi maraqları düşünmək yol verilməzdir. Forza Neftçi vurğulayıb ki, qorxunun faydası yoxdur. Meydanda futbol oynanmalıdır. Udmaq da, uduzmaq da oyunun bir hissəsidir və bu onların öz problemidir. Azarkeş qrupu matçın mütləq 21 fevralda keçirilməsini tələb edib.